Naxçıvandan başlayan şərəfli bir ömür yolu. Dövlətçilik zirvəsinə yüksəldiyi illər, Azərbaycanın çətin günlərində göstərdiyi qətiyyət, xalqına bəslədiyi sonsuz sevgi bugün də hər bir Azərbaycanlının qəlbində yaşayır. Bugün Azərbaycan xalqı ümumilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Dekabrın 12-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fəxri xiyabana gələrək xalqımızın ümumilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əkil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.